Bu da ben dağlarından istəyirəm ki, bax o gələn Quran hörmətinə, o Quranı nazil edən Allahın öz qüdrəti hörmətinə, Cəbrail əleyhissalam müqəddəs və gözəl xidməti hörmətinə, Allah Cəllə Cəlalının yaratdığı 18.000 aləm və onların içərisindəki izzətlər hörmətinə, Allah bütün kəndimizə, cəmaatımıza, xalqımıza, ölkəmizə, mahalımıza, məmləkətimizə heç vaxt bəla göstərməsin. Bu şeyler üçün əziyyət çəkmişsiniz, yol pul xərcliksiniz, canınızdan verirsiniz, pulunuzdan verirsiniz. Gəlibsiniz bura, Xudavəndlərə 1000 dəfə əcrini versin. Gör nə deyirik? Vətənə bağlılıq aradan başlayır, eylən kənddən başlayır, mahaldan başlayır. Nə qədər səmanına, sən nə qədər sinəndən uzaqda gəlsən, xəyalım həmişə səmanı süzər. Sənə ürəyimin paytaxtı desəm, nə Təbriz inciyər, nə Bakı küsər. Bir zamanlar uşaq idim. Əmim idi, dayım idi, xalam idi, mamam idi kəndimizin adamları. Yanımızdan bir yer ötsə, başımıza dönər idi, halımıza yanar idi kəndimizin adamları. Deyirəm ki, o torpaqda bitik qalan izinizə qurban olun. Yaxşınızın dadı baldır, pisinizə qurban olun, kəndimizin adamları. Bu zamanlar ötüşdükcə sevinç qəmi gözdən alır. Qardaşınız ilhamını, sevdasını sizdən alır kəndimizin adamları. Bu kənd möhtəşəm kənddir, Göyçə mahalının özüdür, akademiyasıdır, fəzilətli, ağsaqqal, ləngəli kişilərin kəndidir. Alı Ələskər tərbiyəsindən böyülər, Bəhman tərbiyəsindən, Bayraməli tərbiyəsindən, o ustadların Yusuf müəllimin tərbiyəsindən, Şah Şahlar tərbiyəsindən böyüyən kənddir. Bu evlərinə söhbətdir, eşq olsun sizə, eşq olsun xalqımıza.
Qarabağlı olsam da, mən əvvəl Qarabağın dəryasıydım, indi Göyçənin dəryasıyam və vətənin dəryasıyam. Mən sazla Aşıq İlqar Qələmçəni müşahidə edəcək. Bu qəmli könlümün müşkül halını, bu qəmli könlümün müşkül halını düşünən də yazır, bilən də yazır. Ağlasan ağlaram mən səndən betər, dağladım sinəmi güləndə yazır. Bir mərdi sevəydin, sirdaş olaydın, könlün istəyənə peşkeş olaydın, ya da quruyaydın, bir daş olaydın.
qarşısında, müəllimlərimizin qarşısında danışmaq çətindir, söz tapıb demək çətindir. Ancaq bizim dəyərli insanlarımızı, yazarlarımızı, müəllimlərimizi, ziyanlarımızı dinləmək bizim üçün vacib olan anlardan biridir. Eşidək sizlər, var olasınız. Çox sağ olun, təşəkkür edirəm. Mən də hər kəs salamlayıram. Hamıza xoş günlər, xoş istirahətlər arzulayıram. Bugün biz bir arzunun, bir istəyin, bir sevincin, bir məhəbbətli işığına yığılmışıq. Bu ışıq gür yansın, davamlı olsun. Bugünkü o kitabımız, aşıqlarımızın kitabı, yazarlarımızın kitabı, onu ərsəyə gətirən, onu min bir əziyyətlə bugün sizlərə çatdıran gözəl insan, qayğıkeş həkim, gözəl qonşu, sədaqətli bir dost olan Hacı Abbasa təşəkkür edirəm. Bugün həqiqətən də gözəl bir gündür. Çünki burada mən öz doğmalarımı, öz yaxınlarımı, öz qohumlarımı görürəm. Eşq olsun bu kəndin cəmaatına, eşq olsun yazarlarımıza, eşq olsun o kəndin ideyasını, ənənəsini, adətini yaşadan bax belə gözəl insanlara. Ötürəm sizləri, alqışlayırım. Bu hörmətli kəndimizin mənim ilk dəfə iştirak elədiyim Nərimanlıların gün, bu gözəl günündə bunu təşəbbüsünü yerinə yetirən bizim həkimimiz, bizim hamımızın sevimlisi Abbas doktorun bugünkü bu tədbiri hər nəyə desəm, hər cürü alqışalar. Hamınızı təbrik edirəm. Bu günümüz bundan da gözəl olsun. Bundan da xoşbəxt günləri görsün Nərimanlı cəmaatımız. Hər birinizi salamlayıram, hörmətli Nərimanlılar, hörmətli kəndlilərim. Mən demək olar ki, Nərimanlıya getdim, ama hələ qayıtmamışam, elə oradaydım. Ona görə də mən iki kəlmə Nərimanlıya ait yazdığım şeirimi istəyirəm. İnsan qocaldıqca uşaqlaşarmış. Kəndimizin zığı düşüb yadıma. O südlü tikanı, köyük, qoşquzu, qaldırğanı, çığı düşüb yadıma. Yığoya daşığa gedəydim yayda, kəsib qabağını çiməydim çayda. Gəzməyə gedəydim mən birim ayda, keçmişdəki çağı düşüb yadıma. Futbol oynayaydıq zinədə yenə, oyna, çilingağa, yədirə döymə, yığaydım mən uşaq, demirəm kimə. O çalmalı, dağı düşüb yadıma. Qazanda qovurma, motalda pendir. Çörək pişirməyə yanardı təndir. Nehrə çarxalamağa asardıq kəndir, o nehrənin yağı düşüb yadıma. Yılan, qocaldıqca xərifləməsən, gəl özün özünü hərifləməsən, gedə bilərsənmi? Tərifləməsən, qaçqınlığın dağı düşüb yadıma. Qaçqınlığın dağı düşüb yadıma. Sağ olun, hər birinizə minnətdarım. Mən də Hacı Abbas, salam. Cemaatı bugün bu yerə yetirməyə götürən sağ olasın, var olasın. Böyük zəhmət çəkirsən, böyük əziyyət kəsilirsən, sağ ol qadın. Sənə nə qədər xoş sözlər desək yerlər. Belə bırakın. Akşamınız xeyir. Mən də bir şeir oxuyum. Sözümü mən birinci hissədə demişim. Bilməyənlər bilsin, kəndimdir mənim. Qədimdir, son adı Nərimanlıyam. Yadlar bu torpağa kəsilmiş qənim. Vətənini sevən vətəncanlıyam. O kəndin evladı, Nərimanlıyam. Akademik məktəb vardı bu kənddə. Qışda cövlan edən qardı bu kənddə. Mahalın özəyi vardı bu kənddə. Şairli, alimli, şöhrət şanlıyam. O kəndin evladı, Nərimanlıyam. Boya boy düzülmüş qoç heykəlləri, qədim kurqanları, daha nələri, ucalan dağları, gen dərələri, qisasa çağırır, höccət qanlıyam, o kəndin evladı, Nərimanlıyam.
Vara yara qaysaqları qopdu səmlanın, vətən torpağıdır o yan bu yanın. Sənan deyib durur öz duyduğunu, yağı oymaqdadır hər oyduğunu, bulacaq hər bir kəs öz qoyduğunu. Türkəm, fürsət güdən, dəliqanlıyam, o kəndin evladı Nərmanlıyam. Hacı Basamoğlu, təbrik edirəm səni. Bütün yazarları da təbrik edirəm. Nərmanlı Şahır Rəhman deyir ki, o böyük sənətkar bir quru yerdə bilirmi ki, yeni zamanda yatır. Qapsız, bacasız, yersiz qəbirdə ələskər də yatır, iman da yatır. O bir üstaddır elde söylenir. Sözleri ağızda, dilde söylenir. Meclisler içinde, çölde söylenir. Bir bile hürmetli insan da yatır. Gelen gidecekti gelenin hani. Hüzünlü, Firdevsi, hani Nizami, Nesimi, Vidadi, Vakif Beccani, Aşık Esad ile kurban verdi. Ələskər sazının o şah pərdəsi getmir qulağından o zümzüməsi. Bakı bülbülünün şirin nəğməsi, səmənin ceyranı muğanma yadır. Çox sevir sözünün sənin hər millət. Hər yanda adına saxlanır hörmət. Məclisdə deyirlər sənə rəhmət, Ələskər yurdunda bəhman yadır. Sağ olun, Allah'ım, sən təbrik.
Doğrudan da bu günlerin her birimizin xatirində çox gözəl anlar qaldı. Azabbas doktor, değerli əmoğlu. İllər, aylar keçir, zamanlar bu hərdən fikirləşirəm ki, görəsən biz bu 50 il və yaxud da 50 ildən artıq ömrü biz mi yaşamışıq? Bu dünyaya çox insanlar gəlib gedir. Çoxlu şeir yazanlar olur, poema yazanlar olur. Siz əyləşin, təşəkkür edirik. Ancaq onlardan bugün bizlərə qalan kimləri olur? Kimlərin yazdığı əsərlər kitaba, dəftərə, dəri üzərində harada yazılıbsa, o sənətkarların əsərləri bizə gəlib çatıbsa, onlar bugün yaşayır, onlar bugün hər bir Azərbaycan xalqının qəlbindədir. Əziz, dəyərli əmoğlu, siz bizim yazarların əsərlərini çap eləməklə onların təkcə özlərini yox, bu günlərim yox, gələcək üçün 100 illər, 1000 illər sonra da onların yaşamasını təmin eləmişsiniz. Təkcə bir dənə buna görə bir daha sizə təşəkkür edirik. O Göyçə gölünün layla səsində qədiklər dolaşıb, dağlar aşmışıq, dərədə dumanla, zirvədə çənlə, çəməndə nərgizlə qucaqlaşmışıq. Ağaşıq nəfəsim, ələskər qanım, alı Məmməd Söyün sirli dastanım, qürbət ellərdədir növrə simanım, hər ötən karvanla soraqlaşmışıq. Şirazi dil açır telli sazərdən, Göyçə həsrətidir saçında hərdən. Göyçə eli ayrı düşdü Göyçədən, heyif o yerlərdən uzaqlaşmışıq. Göyçə gülü ürəkləri dağladı, biz sizləşdi, tənha qaldı, ağladı. Çiçəklər telinə qara bağladı. Ağrın alın, Göyçə gülü bir də çal, ötən anı, ötən çağı yada sal. Əsli Qarabağdan xəzan yelləri, titrətdi qəlbimi incə telləri. Ömür növrağımdır Göyçə illəri, ağrın alım, Göyçə gülü bir də çal, alı yatan o torpağı yada sal. Nəfəsində o dağların yazımın, sinəmdəki bu dövranın sazımın. Usta, hələ qurtarmıram yazımı, ağrın alım, Göyçə gülü bir də çal, sarı nəri, qoca dağı yada sal. Elə çal ki, Göyçə gülü dil açsın, elə çal ki, Göyçə gülü gül açsın, Şirazinin ürəyinə yol açsın. Ağrın alım, Göyçə gülü bir də çal, ötən anı, ötən çağı yada sal. Var olasınız, əziz əmoğlu, sizin bugünkü gününüzdə doğrudan da çox qürurluyum, var olasınız. Qürurcan mən də qürurluyam. İndi siz təsəvvür edin. Özü yanındadır. 10 dəfə demişəm ki, şeirin var, ver kitaba qoy. Mən nə dedim? Valla onu cəmaata dərsən, tam mən deməsin. Qoy. Dəfələrlə əmoğlu zəng elədi. Deyirəm ay əmoğlu, üst-üstə yığanda 2 dənə, 3 dənə bir şeir var. Valla, mən o şeirləri başqa yoxdur da, bunun davamı yox, gəlməyib. Bu şeirlər toplusu yoxdur ki, mən burada bu kitabda verəm ki, burada mənim də adım olsun. Ona görə dedim, qadasını alım ay əmoğlu, məni biz öldürsək. Bu şeirləri verin, yatıb qalır. Müəllimlərin xəttini oxuyuram, Daskada görürəm o müəllimlərin şəklini, alanışlarına baxıram, göyrənirəm, qaydıram günəkülə, törürəm ülkünə. Sən biləsən o kitabı toplayana qədər mən nələr yaşadım, neçə dəfə Göyçədə öldüm, burada dirildim. Çox qısa zaman ərzində, 722, 6 ay ərzində, 722 şeirləri topla. Ondan istəyən, Kəriyə 99 dəfə, şeirlər əl yazma harıb oxunmur, kompüterə götür. Redaktörlər, korrektörlər, göndər ora, filologiyanı üstü baxsın. Onlar təzən geri qaytarsın, bir də düzət göndər. Sözləri düzət, sonra qrupda paylaş, ay cəmaat, hər öz şeirinə baxsın, sonra demin ki bizə. Qrupdakılar da yoxladılar, heç kim şeirini düz yoxlamadı, təzən bir də yoxladı. Allaha and olsun. Yəni 8 aya 722 səhifəlik özdə bir var öz əsərim olar, bir də var hər qapıda dünyasın, 44 qapıda şeir gelir. Moskvadan professor Ələddin Allahverdiyev zəng edib mənə indi. Hörmətli Hacını təbrik eləmək istəyir və bir söz deyir ki, güya mənim bir söz demişdim vaxtıyla,
hər bir insan öz əqidəsinin şəklidir. Hacı bir sifətə malik bir insan olduğu üçün əqidəsində saflıq olan Halis Türkoğlu Türk'dür. Ələddin müəllim bizim xalqımızın çox qüdrətli bir alimidir. Azərbaycan xalqın Moskvada, yəni Rusiya deyilən bir dövlətdə nəinki DSR-ni vaxtından təmsil edir. Mənim əziz qardaşımdır. Mənə olan məhəbbəti, mənim ona olan məhəbbətim sonsuzdur. Və ona görə də mənim iş otağında, kabinetimdə bir tərəfdə Eldar İsmail, bir tərəfdə Qurban Bayramı, bir tərəfdə də Ələddin Allah verdiyimdir. Və hacı, Allah Taala'nın nə qədər verdiyi ömür payı var və mən orada deyə bilmirdim. Çünki belə məqam deyil. Siz tutarlı bir alimsiniz. Nəinki tibbi, ilahiyyəti gözəl bilən bir alimsiniz. Bir sözlə, əqidəsi saf kişilərdənsiniz. Ömrün uzun olsun, canın sağlam olsun. Ələddin müəllim demişkən, qapığa bolluq, canıma sağlıq arzulayın. Bu Ələddin Allah verdiğinin arzusu. Sağ ol. Sağ olun, sağ olun. Sağ olun. Xahiş edirəm sizdən, hörmətli profesör Ələddin müəllim Allah verir. Moskvada yaşayıb, onun şərəfinə bir almışlayaq. Qüdrətli bir insandır. Sağ olun. Mən qrupda demişdim, qrupda bizim dərmanlar qrupu var, hörmətli profesör. Əyləşin siz xahiş edirəm, öpürəm əllərinizi, gözəl müəllimə. Bizə də fikir verək, qadağam söz verəm. Qoy bu kasetdə də yazılsın, bu cəmaat baxsın. Bu Şahərşah Şadlıq Sarayı bir növ bizim öz evimizdir. Rəşid müəllim, əziz qardaş. Allaha şükür ki, Səmad aranın səhabəti yaşayır, çox şükür, Allah sivar eləsin. Mən qrupda bizim söhbətimiz olub ki, bu süfrəli, bu nimətləri bizə təmin edən, özlər ən maksimal güzəşli şəkildə təmin edən bu Göyçək kişinin şərəfinə bir almışlar. Və bu münasibətin qarşılığı oldu ki, toy eləməyə yer axtarırıq. Şahərşah kimi öyümüz var. Hamımız toyumuzu burada eləməliyik. Allah hamd olsun. Bunu fərz var. Bunu biz qrupda demişik, müzakirə eləmişik və belə də Namik müəllim də sağ olsun. Belə də qəbul olunmalı da bundan sonra göstərmək kimi. Yəni ki, bu şərait yaradılır bizə, bu izzətlə, bu hörmətlə, bu güləşlə, bu bizim boyumuzda bir haqq borcu. Səxavətin qarşısında səxavət çıxmaq özü də bir mərfət əlamətidir. Allah canına sağ etsin, qardaş, öpürəm. Dəyərli tədbir iştirakçıları, bu məclis məni həm də uşaqlığıma apardı. Ona görə ki, mənim uşaqlığım Nərmanlı kəndində keçib və Nərmanlıda uşaq vaxtı cicik oyunu deyirlər, ciciklə oynamaq. Oradan tutmuş, ta maşın oyunundan yekələnə qədər, gerçək maşın sürməyə qədər uşaqlıq dostlarımı mən burada gördüm. Bu məclis o qədər dolmadır, o qədər mənim üçün əziz oldu ki, unudulmaz oldu ki, burada iştirak edənlərin hər birinin ürəyi vətənlə döyünür. O doğma yurtlarımızla döyünür. Ankara'da tələbə idim, əlimə bir kitab keçdi. Kitab ruhu şad olsun, məkanı cənnət olsun, Eldar İsmail'in Ulu Göyçən poeması idi. Həkim, ona qədər fikirləşirdim ki, axı bizim o əzəli əbədi yurtlarımız haqqında niyə çoxlu mahnılar qoşulmuyub, çoxlu şeirlər deyilməyib, gələcək nəslə çatdırılmır. O kitab əlimə keçəndən sonra Ulu Göyçən poemasına Eldar İsmail'a Ankara'dan bir məktub yazdım. Məktubu da Əvəz Zeynallı tələbə yoldaşımız idi, ondan göndərdim. Yazdım ki, Ulu Göyçən, misra duruldum. Oxuduqca külə dönüb sovruldum. Öz-özümə için qovruldum. Dəftlərimə bağladım. Eldar İsmail tək mən də çalladım. Yerdə mi qalacaq tökülən bu qan? Yoxsa intiqamın alacaq zaman? Göyçəsiz qan ağlar, kainat, cahan. Qılınçlar qınından sıyrılmalıdır. Həqiqət dünyada var olmalıdır. Bu uzun bir şeirdi, 2 bəndini dedim. Ama bugün bizim Abbas Həkim bu kitabı toplamaqla, gələcək nəslə çatdırmaqla həm də
mən inandım ki, bir daha inandım ki, bəli, biz o torpağa hakim olacağıq. Nəinki biz qayıdacağıq. Çünki orada tarixən erməni olmayıbdır. Aşıqlar sözü, söhbəti, şair gövhərkanı göyçər. Harda olsam vətənim sən, ömrümün həyanı göyçər. Dərələrin dərin-dərin, səhası var bu yerlərin. Gövhər kimi suyun sərin, dərdlərin dərmanı göyçər. Sərvətindir sədəfli saz, üstündən ruhumuz doymaz. Nadan rəhsəni duymaz, ariflər meydanı göyçər. Gözəllərin saf biləhli, igidlərin mərd ürəkli, süfrən açıq, duz çörəkli, qarşılar mehmanı göyçər. Qumlu bulaqsız suzmuşam, həsrət gölündə üzmüşəm, qəriblikdə çox susmuşam, boy danışım, dinim göyçəm. Lalələrlə dinişməyə, lirparınla su içməyə, çaylarınla görüşməyə, dərələrə yerim göyçəm. Bayram əli öz əlindən, bəzər səni söz əlindən, ellər bilir əzəlindən, sən mənimsən, mənim göyçəm. Gün o gün olsun ki, ay Qədir müəllim, mən bunu orada da dedim. Azərbaycanın ali baş komandanı, necə ki, dedim, mənim həyatda ən sevinçli günüm olubdu. Cıdır düzündə bir çay süfrəsi ki, düzəltdi. O çayı içdikcə, o əda ilə içdikcə, həm bizim yaralarımızın üstünə su səpildi, həm də düşmənin bağrı yarıldı. Allah Teala o günü bizə qismət eləsin ki, Göyçə gölünün sahilində biz o səhnənin yenidən şahidi olaq. Biz qalib ölkəyik, amma bizim daha böyük qələbələrə zəminimiz var. Ona görə ki, mən Avropada olanda bu yaxınlarda güneydən olan fəalları dinlədim. Onların mübarizəsinin şahidi oldum və bir daha əmin oldum ki, bəli, necə ki biz müstəqil olduq, onlar da bizim mədəniyyətimizi, bizim tariximizi, bizim keçmişimizi o qədər dərindən bilirlər ki və o qədər mübarizdirlər ki, gec-tez biz öz əzəli əbədi yurtlarımızın tamamına qovuşacağıq. O zaman Dərbəndli, Borçalılı, hamısı bir yerdə, bəli, o günlərin şahidi olacaq. Mən buna inanıram. Az zamanda bu qədər dərin əməklə, dərin zəhmətlə, yuxusuz gecələrlə bir adama bir dəfə yox, şəxsən mənə Abbas həkim neçə dəfə zəng eləyib, heç bilirsinizmi? Hansı vaxtlarda, hansı zamanda, indiki çətin, indi zaman tapmaq çətindir. Çünki indi hər kəs bir işin dalınca qaçır. Və bütün həyatının ən dəyərli vaxtlarını ayılıb bu kitabı ərziyə gətirib, əməyi olan hər kəs var olsun, yaşasın. Təşəkkür edirəm. Gün o gün olsun, biz bir daha deyirəm, hamımız həkim. Elə sizin bax bu gözəl tədbirinizin davamı kimi o dediyim yerlərdə keçirək, xatırlayaq. Təşəkkür edirəm, var olun. Sən elə bir şey iş görsən ki, bu əvəz yox. O sənədir. Biz bu şehri toplamakla, damatlıca çıxartmakla, hərəfləndirməklə, bunların hamısı yapışır gidiyordur. Tanrısa, nəvim orada, burada, haradasa yox idi, heç kim. Siz həvəsləndirdiniz. Siz bu cavanları, bu təzə cavan şairləri, yazarları, hamısını zorla çəkib gətirdiniz. Nəsliyyət. Gör nə qədər, bunları vadar elədik ki, yazırsan çıxartdı, bax belədir, öz aramız davasına, hamısını tək ruhlandırdınız. Siz ruhlandırdınız. Mən bu davarların hamısını sən tarixə salın. Kitab elə şeydir ki, tarixdir. Neçə illərdən sonra varıqlanacaq, belə bir adamlar var idi, belə yazarlar var idi. Onları yaşatdıqda, yaşadacaqsın. Onlar yaşayacaq. Buradakılar, o kitabdakılar yaşayacaq. Mən də atamın bir şiirini demək istəyirəm. Qara quş sığasa, dağ götürərdi. Qabaqda qayısı sarı olmasaydı, yarasalar gün verməz heç kəsə, gözlər kör olmasaydı. Bax belə bilmirəm, bax belə dərdə, qarğa da olar mı qartal hünərdə? Sazı törəməsi neyniyər burada, yanında köməyi kar olmasaydı.
Şahmalının yaşı keçib yarıdan, şirə olmaz şam çəkməyən arıdan, öz xoşuyla qonu çıxmaz dardan, bir tərəf məlburi zor olmasaydı. İstəyirəm gileylənəm, tutmur sənə üzüm dünya, sözlərimdə günah varsa qayıd özün günah dünya. Bir vaxt yerindən baxanlardan, canın oda yaxanlardan, təzə kişi çıxanlardan yaman qorxur gözüm dünya. Şahmalıyam çalan deyiləm, qəm sazını çalan deyiləm, mən istəndə qalan deyiləm, bəlkə qalas gözüm dünya. Allah ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı, sizə də, bu yazarlara da uğurlar arzulayıram. Yazın, yaradın, oxuyaq, sizlə fəxr edəyəm. Zəhmət çəkirsin, gözəl çəkirsin. Dərmanın adını bilə-bir dağlarına zeylələr çox. Həmin canlılarda gözəl çəkirsin. Allah tarafından sonuç eləsin. Amin. Sənin o gözəlliyin, sənin o canlıları həmişə qədir. Sağ ol. Sağ olun. Sağ olun. Hocam sən böyük bir iş görürsən. Sənin bu kitabını demək olar ki, bizim məlumatımızın böyük bir xəzinədir. Həqiqətən xəzinədir. Ona görə ki, 44 nəfərin yazarın şeirlərini bir kitaba toplamaq. O 891-ci ildən bəri Şahid Rəhmanlı'nın bəri bizim bu yazarların, yeni yazarların da şeirlərin hamısında çalışır. Bir əziyyət çəkirsən, həqiqətən aylarla üstündə işləmirsən, zəhmət çəkirsən, maddi cəhətdən də şeyliyyətində çəkirsən. Allah sənin canını sağ eləsin, zeynini söyləsin, əlini də ki, mümkün eləsin ki, yenə də görə biləsən, bizim bu kəndin bəlkə yaxşı işləri var, bizə çıxarda biləsən. Çox sağ olun, sənin təşəkkür edirəm, çox sağ olun. Afo Səmamlı. Səni ürəkdən təbrik edirik. Biz çox yaxşı bilirik ki, sənin gördüyün bu işlər əbəd olmalıdır və çox zəhmət çəkirsən. Xüsusən də benimiz olmamız üçün, ölkəmiz üçün, və xüsusən də öz kəndimiz üçün, zamanımız üçün böyük örnəkdir və təxir edirik, görür səninlə, təbrik edirik, hamımızın gözümüz aydınlar. Təbrik edirik, çox danışmayın, səncə qəlbimiz sənə həmişə yaxındır və sənə ürəkdən təbrik edirəm. Sizin qaləmizdə deyilən bu xoş sözlər demək olar ki, mənim ürəyimdən gələn sözlər. Həqiqətən bugünkü gün siz Nəmanlı kəndinin tarixini yazdınız. Allah da Allah sizə can sağlığı, uzun ömür versin. Allah da Allah həmişə başınızı ödədirləsin. Çox sağ olun, minnətlər. Yaxşı görüşləyən Ərmanlılar, kəndimin nəfəsi düşüb könlümə, üzündən nur yağan saf insanların bal kimi ləhcəsi düşüb könlümə. Göysə bir dünyaydı Nərmanlı ümman, ocaqlar yanardı burada bir zaman. İndi o dağlarda məğrur dayanan qartalın qıy səsi düşüb könlümə. Kəlbəcərdən tutmuş qazağa qədər hərə bir kitabdır, bir sinə dəftər. Qələmdən varağa axan təzə tər, misrası, kəlməsi düşüb könlümə. Deyirəm, möcüzə yaradı Allah, məclislər qurula Göyçədə sabah. Sazı ilə meydana girə Fəthullah, şirin zəngüləsi düşüb könlümə. Çəkək subayları, çəkək araya, elova yığıla, haya, haraya, palatka toyunda qara zurnaya sındırmaq həvəsi düşüb könlümə. Ötən o çağlara təzədən öləm, çörək pişirəydi təndirdə nənəm. Pendir dürməyini hələ demirəm, cincilim kətəsi düşüb könlümə. Yığıvay pulu alıb gəzməyə qaçaq, çör-çöfdən, təzəkdən bir ocaq çataq. Kababın közünə kartof da ataq, ulaq zümzüməsi düşüb könlümə. Anam Göyçə, xatirələr min-mindi, yenə də nazirin dəftəri dindi. Məni yetişdirən Nərmanlı kəndi,
tayfası məhəlləsi düşüb könlümə, tayfası məhəlləsi düşüb könlümə. Var olsun o tayfalar, var olsun o məhəllələr, var olasınız hamınız. Yer yığışıb qohumlar, dostlar bir yerə, bax beləcə. Nə gözəl duyğudur, nə gözəl gündür. Mələklər səsimə elə səs verə, yalvaram Allaha qəlbimi güldür. Nə gözəl duyğudur, nə gözəl gündür. Elin xoş günüdür, gəlin haraya. Qız gəlin bəzənib, saçın daraya. Nənələr yıxışa gələ araya. Kündələr yoğrula, alışa təndir. Nə gözəl duyğudur, nə gözəl gündür. Körpələr sevinə atıla düşə, qazanlar düzülə, yeməklər düşə, kebab isti çəkilə düşə. Burasan meyxoşu, deyərək dəmdir. Nə gözəl duyğudur, nə gözəl gündür. Samavar qaynayaddan, ala çaydan, elə xoş hal ola, gözəl olaydan. Musiqi dillənə, suana meydan, araçı boyla çəkilə kəndir. Nə gözəl duyğudur, nə gözəl gündür. Fəxr etməz toymsat, ya da ad günü. Birləşin, qeyd edin, bax belə şad günü. Halal təam günü, halal dad günü. İlahi qismət ruzunu endir. Nə gözəl duyğudur, nə gözəl gündür. Zurnanın səsindən qulaqlar bata, tüfillər yorula, qucaqda yata. Sevincim Tanrının özünə çata. Bu arzu dillənən, yüksələn ündür. Nə gözəl duyğudur, nə gözəl gündür. Ahirət günündə namik bir soyun, od qurub üstünə bir şamdan qoyun. Çalışıq qardaşım, bitməyib oyun. Alışdır şamımı, sonra da söndür. Nə gözəl duyğudur, ay nə gözəl gündür. Tərəfdən yoldaşlar şeir deyirlər. Tofiq qulaq as bilirəm. Mən ayrı şeir edəcəm. Hörmətli Xətay müəllim, Göyçəli Bəhmanın bir dodaq əvəzini deyəcəm. Bu şeir dörlərsə başqa şeir. Amma Göyçə şiməsi. Onu sizə deyim ki, Dədə Ələskərlə İlbahan babam kirvi olubdur. Onlar babam. Həmin kirvəli ülfətin, ünsiyyətin də sinqarı bax belə dağılıqdır. Bax, görsən hamısı yaradır. Yəni, Ələskər əvəl, övrə əvəl, dəyən torpaqda sizlər söyləyir. Tofiq qulaq asqı desən nə qadam gör. Siz şeir dediniz, nə deyir? Əgər sən sal, salsa yağır. Gəhdə də, ey, ağla gəlir. Alasalar hər ətini, al dəstədə ağla gəlir. Ləli gövhər alsa da, ara da səhraları, səs sənəti əldə gəlir. Ay gəlir, dalda ala gəlir. Gələrsə də, kələk, kəsəsi ahəzlədir. Əvə harda adalarda, hər harda səslədir. Ey ilahi, rasta gətir, dalda ədud dəstədir. La ilahe illallah, sən lara sağla gəl. Sözə bax, Bəhman dala hər nəsədə dərdi hayır aradır. Hər kəs rahir, səhdə salar aradır. Səs sadası əldə gələk. Dərdi hara iksiradır. Aharasına səhra, arasana, kəsdirini ladır. Gəl bunu başa, hamısı görsə, ekskordur, hamısı görsə səsidir, mənasını başa düşmək üçün də dərin məna lazımdır. Yerimizdən gələn heç bir şey yox da orada. Dodaq dəyməzdir. Yəni ki, üstadın suyu sıxıqdır. Şimdi şeylərə baxın. Ustadın qarıqlar. Hələ şeylərə baxanda günlərlə başladım. Bir ömür qarşında baş əyzəmazdır. Başına min oyun gətirmişəm mən. Gözəl gözlərində sevinç qalmıyor, ilahi, nələri itirmişəm mən. Qardaşımın təvəllüdü təsadüfən gəlib, elə bu tortu sən təsəvvürlə ki, Allah Teala öz dərgahında bu tortun şirinliğini hamınızın önüne paylasın. Hamınıza can sağlık, hamınızın önünde Adyo tortları kəsilsin, Salih tortları kəsilsin. Sağ ol əmoğlum. Mən burada Abbas doktorla Aybəniz xanımın ailə üzvlərindən Munis doktorum, onun həyat yoldaşını salamlayıram, onun övladlarını təzəliklə bir daha baba nənə olmuşsunuz, gözünüz aydın olsun. Əlini salamlayıram, əlinin həyat yoldaşını salamlayıram.
Allah nəsib eləsin inşallah. Əlidən də nəvələr görəsiniz. Bir sözlə, Abbas əmioğlu ilə Aybəniz xanım, sizin bunları deməkdə məqsədim budur ki, bir daha deyirəm. Bugünkü bu kitab sizin övladlarınızdan geri qalmır. Siz təsəvvür eləyin, bu kitab sizin övladınızdır. Orada olan 44 nəvələriniz, onlardan sonra onun yaxınları, nəticələr, kötücələr, həndəsi silsilə ilə çox böyük əhatə edir. Babalar. İcazənizlə burada yazılanı oxumaq istəyirəm. Çünki əziyyət çəkib nəsə yazıblar. Abbas Göyçəgöl kitabın üst səhifəsidir. Nərmanlı, Hüseyin Qulağalı, aşıqları və şairləri. Poeziya çələngi. Bu günə şahiddir. Günəş də, ay da, cismim buradadır. Ruhum o tayda. Bu ürək qızdıran rəsmi sarayda nə yaxşı görüşdük, Nərmanlılar. Nə yaxşı görüşdük, Nərmanlılar. Nə yaxşı görüşdük, ay qonaqlar. Hamınız xoş gəlir, səfa gətirmişsiniz. Aybəniz xanım, əmoğlu, bərabər yaxınlaşın, zəhmət olmasa. Burada yazarların hamısı buraya gəlib, yığmasa burada kim qalıbsa. Bu dört kəsin. Bacım, yox, Manə bacım. Yox, gəlin bura, siz də gəlin. Kim var, Dilber buradadır, gəl görün. Alek doktor, gəlin bura. Siz də gəlin, gəlin hamınız gəlin bura. Gəlin, cəmoğlu, gəlin. Manə bacım, gəlin bura, gəlin. Gəlin qadan. Hamımız kəsirik. Bismillahirrahmanirrahim. Allah bütün ömür gününüzü dört gün şirin eləsin. Allah gələn günlərinizi, gecə günlərinizi xeyir eləsin. Kitabımız mübarək olsun. Varlığınıza şükür. Bismillahirrahmanirrahim. Bir də tutuyun. Bir daha təbriklər. Bütün yazarlarımızın, müəllif kimi Abbas doktorun, hər birinizin həyatınız bu tort kimi şirin olsun. Yaradıcılığınız davamlı olsun. Hər birimizin kitablarımızın çapında gələk iştirak edək. O kitabların təqdimatında iştirak edək. Allah o gündən hər birimizə qismət eləsin. O sevinci gələk sizlərlə görüşək. Bir daha var olasın. Bu günlərim sağ olsun Abbas əmioğlu bizim tanımadığımız yazarları, gənc yazarları, tanım yazarları bizlərə bir daha yaxından tanış elədi, zövq aldı, var olasınız. Bir daha hamımızı öpürəm, bağrıma basıram. Var olasınız. Ad günü olanları bir daha təbrik edirik. Baris əmioğlu, ad günün mübarək olsun. Kemal, ad günün mübarək olsun. Var olasın. Tamam. Bizim kəndimizdə şair var, mən misasını deyəcəm. Deyirdi ki, ağır günlərin təməlində əməyi var Nərmanın. Nərmanlı kəndi əvvəlindən alimlərinlə, həkimlərinlə, qəhrəmanlarınla fəxr eləmişdi. Adlı bütün vəzifələrdə işləyir. Demək olar ki, hər hansı bir sahənin göstəyi orada bir Nərmanlı var idi. Və bu günlərim Nərmanlı kəndinin getirdiyi, Nərmanlı kəndində yaşayanlar, Nərmanlı kəndində indi hal-hazırda o kənddə keçmişlər, burada yaşayan yazarların ortaya çıxmasında Abbas həkimin böyük cəhası əməyi var. Ona görə Abbas həkimə dərin təşəkkür edirəm. Və bayaqdan dedi Zadgünü, mənim üçün həyatımda bugün 53 yaşım idi, ən gözəl hədiyyəni 53-cü ilimdə aldım. Buna görə mən Abbas həkimə təşəkkür edirəm. Buna görə sizə təşəkkür edirəm. Buna görə bütün əziyyət olanların hamısına təşəkkür edirəm.
bayaqlarım mən Abbas əmoğlunun ailə üzvlərinin adlarını çəkəndə Ay əmoğlu, Abbas əmoğlu, qadasını alın, Aybəniz xanım. Bizim Fatimə qızımızın adı yadımdan çıxdı. Onu unuttum. Mən Fatimə balamızı qeyd etməmək olmaz. 1000 il bizdən sonra gələn nəvələr gəlmişik, getmişik, nə biləcəklər? Yadigar qalmasa onlara bizdən biz nələr etmişik, nə biləcəklər? Nədən biləcəklər külə dönmüşük, torpağa çevrilib gilə dönmüşük, çiçəyə dönmüşük, gülə dönmüşük, dağlarda bitmişik, nə biləcəklər? Pərvəriş verməsək bəhrəli bağa, doğru düz ünvanı yazmasaq dağa, hansı ərazidə, hansı torpağa qarşı bitmişik, nə biləcəklər? Hamınıza təşəkkür edirik, var olasınız, həm musiqiçilərimizə, bu gözəl sarayın rəhbərliyinə, bütün işçilərə, qonaqlarımızın hər birinə təşəkkür edirik. Var olasınız, gözəl musiqiçilərimiz, sənətkarlarımız, fotoğrafımız, burada əziyyət çəkən, qulluq eləyən bütün xidmət hamısına təşəkkür edirik. Əziz əmoğlum, bir daha başım uca olsun. Kəndimizi, elimizi, obamızı layiqincə təmsil elədiyinə görə, adını həmişə ucada tutduğuna görə və yeni uğurlar, nailiyyətlər əlavə etdiyinə, gətirdiyinə görə bir daha bütün Nərmanlı cəmaatı adından, bütün Nərmanlılar adından öz təşəkkürümüzü bildiririk. Burada iştirak etməyənlər də zənglər oldu, mesajlar, məlumatlar gəldi. İştirak edə bilmədiklərinə görə çox təəssüfləndilər. Burada olsaydılar çox gözəl olardı. Onların da təbrikləri var, onların da xeyir duaları var. Onların da hər birinin təbriklərini, xeyir duasını çatdırıram. Var olasınız. Həmişə sizinlə bütün Nərmanlı cəmaatı el-oba qürur duyub, fəxr eləyir. Bugün bir daha onun şahidi olduq. İndi icazənizlə yenə mən təqdim edəcəm bu mikrofonu sizə. Yenə də məclisimizin axarında əlavələri, ürək sözlərin varsa, buyur. Sağ olun, çox sağ olun, əzizlər. Bu bir həqiqətən tarix bir missiyaydı. Mənim işimin, həkimliyimin, sənətimin sıxlığına baxmayaraq, gərgin gecələrin sayəsində bu kitab başa gəldi. Hamınıza halal, xoş olsun, mübarək olsun. Hətta Namik qardaşım vardadır, Namik Dursoy. Allah hamd olsun, o bir yaddaşda qalsın. Rizo çapı dedilər, ucuz idi, dedim istəmirəm. Kağız formatı dedilər, ucuzu dedim istəmirəm. Blok formasında şəkillər qoyurlar, hamının şəklini bir yerə yığırlar. O nisbətən 1500-2000 manat ucuz başa gəlir, dedim onu da istəmirəm. Bax, Quran haqqı verir. Elm nəşriyyatında bu çap olundu, hazırlandı. Dilçilik üstünün mətbəəsində çıxdı. Bunlar hamısı bilet yerlərdi Azərbaycanda. Niyə görə? Kim idi mənə deyək ki, bunları mütləq topla, 44 nəfəri topla, apar bunlar yetdirəkdir, bunlar şəkildə qoyur. Bunu kim idi mən boyun qanırləkdirə? Bunu eləməyə kim medal verir? O daxil istək. O qürurdur, o cəmaatın yolunda fədakarlıqdır. Bu cəmaatın yolunda da o fədakarlığa dəyər. Həqiqətən də dəyər. Eşq olsun sizə və bu möhtəşəm tədbiri düz əvvəldən axıra qədər hörmətli Namik qardaşım buradadır. Əziyyətini çəkib, qarşısını çəkib. Tədbiri Namik qardaşım buradadır. Şirazəmoğlu buradadır. Bu tədbirin təşkil olunması üçün xüsusi əziyyət çəkdilər. Allah canları sağ eləsin. Neçə gün həyəcanlı yaşadılar. Və tədbirində Xatay qardaşıma mən bir salam göndərim də Nərmanlı cəmaatının adından. Tədbirin başdan əgər təşkil olunub, bura gəlib çıxmağından rəsmi şəkildə yazıçılar birliyindən düz bu məqama qədər gəlib bütün təşkilatlı işləri hamısını Dədə Ləsgər Ocaq İctimai Birliyi öz üzərinə götürdü. Hörmətli Xatay müəllimin şəxsində cənab Rəşid müəllimə də təşəkkürlərimizi bildirək. Humanistliyinə, bizə göstərdiyi səxavətə, səmimiyyətə, hörmətə görə Vüsal müəllimin zəhmətini xüsusi qeyd edirəm. Hörmətli Xatay müəllim, Şakir müəllim sizi ürəkdən salamlayıram. Bizim bu nətər deyərlər, idarə heyətinin nəzarət komitəsiniz rəhbər olaraq siz bir canlanma yaratmağa çalışdığınızdan çox da mən də məmnunam.
Əlbəttə ki, elə qürur var ki, bu bizim ortaq payımızdır. Bax, bu kitab kimi. Kitab qədər ömrümüz olsun. Təşəkkürlər bu cəmaatın ağsaqqalına tutmuş, qarasaqqalına qədər hamısının adına. Məclisimizin bütün törəni yekunlaşdı, istəyənlər bir də oynaşsın, ya da istidatörü, çayımızı, tortumuzu için. Ondan sonra musiqi məsələsi bitsin, söhbət edin, sonra tarafı girin. Ahırda bir şəxsiyyət edin. Gəlin beləlik, hamıda bir qəşəng oyun havası. Kim? Kəvəri dönüydü, o Yaseməli. Sən kəvəri çaldın, Yaseməli çal. Kəvəri də.